Naxçıvan Dövlət Universiteti Böyük Mustafa Kemal Atatürk'ün dediği kimi Türk qalasıdır. Bugün de o Türk qalası rolunu Naxçıvan Dövlət Universiteti oynuyor ve onun rektoru bütün həyatını cəmiyyətin, tələbələrin xeyrinə, onların uğur qazanmasını edən Elbrus müəllimində əvəzsiz xidməti var və mənə belə ki, bugünkü tədbirin bu şəkildə uğurlu olmasında Naxçıvan Dövlət Universitetinin 7'den 70'e kadar her birinin büyük xidməti vardır. Mənə belə gəlir ki, birinci ve ikinci festivallar əhəmiyyətli hadisələri münasibəti üzə çıxartdı. Qərbi Azərbaycanın tarixini öğrendik, ədəbiyyatı öğrendik, tarixi abidələrini öğrendik ve bugün o yolun ne kadar uğurlu bir yol olacağına hiç kimde şüphe yoktur. Çünkü vaxtilə biz Qarabağla bağlı, Zəngəzurla bağlı bunu düşünürdük. Bu mübarizəni apardıq və son nəticədə qalib xalqa çevrildik, qalib dövlətə çevrildik və Azərbaycanın dövlət başçısı Ali Başkomandanın bu sahədə xidmətləri əvəzsizdir. Azərbaycan xalqı tezliklə, ədalətli şəkildə həmin torpaqlarda öz dədə-baba yurdunda olmaq üçün mümkünləri edir və edəcəkdir. Festivalda kifayət qədər kitabların təqdimatı keçirilir. Bugün də keçirildi, sabah da keçiriləcək və Qərbi Azərbaycanla bağlı bilmədiyimiz və görmədiyimiz o tarixi abidələr, o məscidlər, o qalaları bir daha gözümüzlə görəcəyik və o qalalara, o məscidlərə olan məhəbbəti bir daha artıracaq. Mənə belə gəlir ki, bu festivalın əhəmiyyəti əvəzsizdir.